Paytaxtda heyvana qarşı növbəti amansız münasibət qeydə alınıb. Dələni öldürən gənc onunla çəkdirdiyi şəkli sosial şəbəkələrdə paylaşıb. Artıq faktla bağlı polisə də müraciət olunub. Əməkdaşımız Vüsalənin araşdırmasına baxaq. Bakıda insanlığa utanç gətirən növbəti amansızlıq edilib. Çingiz Ətəmov adlı şəxsin Instagram blokunda paylaşdığı fotolar dövlət qurumlarını da fəaliyyətə keçirib. Həmin şəxs dələni öldürüb əlində tutaraq sanki qəhrəmanlıq edibmiş kimi mən öldürdüm yazıb. Artıq Ekoloji və Təbii Sərvətlər Nazirliyi həmin şəxsin müəyyənləşdirilib cəzalandırılması ilə bağlı tədbirlərə başlayıb. Dəqiq ünvanı göstərilmədiyindən biz qanunverici orqanda da tədbir görə bilmirik. Məsələn, bağlı Baş şəhər Baş Polis İdarəsinin rəsmi qaydada müraciət edilmişik və həmin şəxsin şəxsiyyəti müəyyənləşdirdikdən sonra o qanunvericiliyə uyğun qaydada, yəni İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görüləcək. Bugün cəmiyyətdə vəhşi və sahibsiz heyvanlara nəinki qayğı, hətta onlara qarşı zorakılıq, onların döyülməsi, qovulması, öldürülməsi hallarına tez-tez rast gəlinir. Düzdür, heyvansevərlər də kifayət qədərdir. Kimi evində, kimisi bağında müxtəlif heyvan növləri saxlayır, onların qayğısına qalır. Amma bunların fonunda heyvanlara amansız münasibət də az deyil. Bəzi insanların heyvanlara nifrəti və onlara qarşı qəddarlığı o qədər yüksək olur ki, hətta sahibi olan heyvanı da küçəyə çıxan kimi öldürürlər. Mən deyərdim ki, insanlarda agresiya çoxalıb və çoxdur, hədsiz çoxdur. Bunu heyvanlarla deyil, elə insanın insana olan münasibətində görməyə olar. Sosiologlar isə insanların bir-birinə, eləcə də heyvanlara qarşı amansız münasibətini sosial, iqtisadi, eləcə də ekoloji durumla əlaqələndirirlər. Heyvanlara qarşı qəddarlığın qarşısını almaq üçün isə sərt cəza tədbirləri görülür. Məsələn, Avstraliyada itlərin qulağını və ya quyruğunu kəsənlər $15.000 qədər cərimə olunurlar. İtaliyada öz itini, pişiyini küçəyə atanları $10.000 cərimə və ya 1 il həbs cəzası gözləyir. Elə bizdə də heyvanlara qarşı vəhşi münasibətin cəzası az deyil. Məsələn, dələni öldürüb bunu özünə şan-şöhrət hesab edən gənci İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsinə əsasən 2000 manat məbləğində cərimə gözləyir. Yəqin ki, biraz düşünsə, onun günahsız heyvana qarşı etdiyi hərəkətə görə vicdanı qarşısında cəzası daha böyük olar.